Salam, hörmətli izləyicilər və dəyərli şagirdlərim. Bugün biz məxrəcləri bərabər olan kəsirlərin çıxılmasına keçəcəyik. Məxrəcləri bərabər olan kəsirləri topladıqda necə olursa, yəni toplayarkən məxrəc olduğu kimi qalır, surətlər toplanır. Burada da həmin qayda ilə işləyəcəyik. Yəni, məsələn, 15-dən 14-dən gəlin çıxaq. 15-dən 8-i gəlin görək necə olacaq. Məxrəc olduğu kimi qalacaq. Surətlər çıxılacaq. Alınır 15-də 6. Fikir versəniz 6 ilə 15-in ortaq böləni 3-dür. Yəni hər ikisi 3-ə bölünür və biz bunları bölə bilərik, yəni ixtisar edə bilərik. 3-ə bölürük, yəni ki, daha sadə kəsir alınacaq 5-də 2. Və mən bunu, yəni yenə də kəsirlərin model üsulu ilə də göstərə bilərəm. Yəni, tutalım ki, belə bir çəkirəm sizin üçün və göstərməyə çalışıram. Baxın, 4 yerə bölürəm bunu. Baxın, inşallah. İndi isə tutalım ki, mən bunu çıxmaq istəyirəm. Yəni, 4-də hər biri, baxın, 4-də 1-dir. Bunu isə istəyirəm çıxam. Yəni, burada əslində 4-də 3-ə bərabərdir. 4-də 3-dən, yəni, mən çıxacağım nəyi? 4-də 3-dən mən çıxacağam. 4-də 3-dən mən çıxıram 4-də 1-ə. Və nəhayət ki, gördük ki, 4-də 2 qaldı. Yəni, fikir versəniz, burada da model üsulunda, burada 4-də 1-dir, bu da 4-də 1-dir. Yəni, baxın, bunların hər biri 4-də 1-ə bərabərdir. Bu da 4-də 1-dir. Bax, bu da 4-də 1-dir. Yəni, mən 4-də 3-dən 4-də 1-ə çıxdım və 4-də 2 aldım. Və yəni, bunu da mən əgər ixtisar eləsəm, yəni hər ikisini 2-yə bölsəm, tərəf-tərəfə bölsəm, yəni fikir verəcəksiniz ki, burada nə alınacaq? 2-də 1. Doğrudan da fikir versəniz, elə alınan cavab bu düzbucağın yarısına bərabərdir. Like etməyi unutmayın. Kanalıma da abunə olun. İnşallah yeni dərslərimiz olacaq. Onlara da baxmağı unutmayın.